Müəllimə, mən tam hazır deyiləm. Olar bilərmi gələn səfər Hə, deyəm? əlbəttə müəllimə. Tam hazır olmayanlar danışmasın ki, tam hazırlaşsın, elə danışsın. Və yaxud mənə də göndərə bilərsiniz müəllimə. Bəli, Elə də olur, hə. Sonra Şəfa olur. müəllimə burada. Kimdə səsi açıqdırsa bağlasın. Nəzakət müəllimə səsi bağlayın. Aygün Bayramova. Salam müəllimə, vaxtınız xeyir. Salam Aygün müəllimə. Müəllimə, Buyurun. hazırda təqdimatınız. Dünən müəllim sizə atdım, siz bəyənmədiniz mənim təqdimatıma. Yenisini hələ hazırlamamışam. Amma belə yəni deyə bilərəm, görəsiz sizi Düzəliş qane vermisiniz. Mən deyəndən sonra düzəliş vermisiniz. yox, yenisini hazırlamamışam hələ. Dünən açmısınız Sizi da baxmışam onda. Mən dediyim, yox, mən özüm düzəliş vermişdim. Dedim belə bəli, elə bir. Hə, bəli, səs yazmaları ilə atmısınız necə ay sağ hazırlamaq ol. lazımdır. Onda onu düzəldin müəllimə. Düzəldin elə deyinəsin. Yaxşımı? Yaxşı. Təkrar bir də etməyək. Vüsalə Oldu. Orucova. Orucova Vüsalə burada. Bir də onu deyim ki, müəllimə, bəs mən o gündən demişəm sizə ki, ilk dərs təqdimatdır, növbəti dərsdən o tərəfə ancaq sual-cavab eləyəcəyik. İndi hər dəfə mən gələn dəfə də təqdimat, indi heç olmasa bir 5 nəfər, 3 nəfər, lap uzaq olsun bir 10 nəfər təqdimat etməsin də. Hamınız ardıcıl şəkildə etməkdən növbəti dəfədə mən sual-cavabı qoyub ancaq sizdən təqdimat alım. Ona Sizin görə şərtinizi atsam olar müəllim? atın, atın. Yaxşı. Fatma Kərimova. Salam müəllimə. Fatma müəllimədir. Bəli müəllimə. Hə. Fatma müəllimə, Elcan hazırdır Əsədzadə təqdimatınız. qeydiyyatdan keçirilibdir müəllimə. Necə? Elcan Əsədzadə adı ilə qeydiyyatdan keçibdir proqram, amma Ya eybi yoxdur müəllimə, narahat olma. Sadəcə mən adlara baxıram, ona görə də başqa ad olanda çaşıram. Hə, bəli. Yeganə Məmmədova. Yoxsa Fatma Kərimova oldunuz, eləmisiniz? Bəli, bəli. Hə, Fatma müəllimə, danışın təqdimatınızı. Mən Fatma müəllim Kərimova erməni terrorunun ən dəhşətli, ən acınacaqlı günlərini yaşamış Bərdə rayonundanam. Pedaqoji təhsilim 2016-2019-cu illəri əhatə edir. Ağdaş Dövlət Humanitar Kollecinin texnologiya müəllimliyini bitirmişəm. Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanından uğur qazanaraq Laçın rayon 24 nömrəli ümumi orta məktəbində vakant yer ilə təmin olmuşam. 5 illik pedaqoji fəaliyyətimdə səmimi və işgüzar kollektivimiz ilə işgüzar birliyimiz olub. Şagirdlərimlə hazırladığım əl işlərimiz uğurla qiymətləndirilib. Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir. Ulu öndərimiz Heydər Əliyevin bir gözəl kəlamını vurğulayım. Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət öz gələcəyini və uşaqlarının tərbiyəsini ona etibar edir. Mən də şərəfli peşəmin layiqli davamçısı olmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Sertifikasiya imtahanından test məqaləsindən uğur qazanaraq, müsahibə mərhələsinə keçid almışam. Sizlərlə qazanaraq peşəmin layiqli davamçısı etdirməyi ümid edirəm. Məni dinlədiyiniz üçün sizə təşəkkür edirəm. Müəllimə bu qədər. Sizin nəsə əlavəniz olsa, çıxartmayı yazın, mənə deyərsiniz siz. Müəllimə, yaxşıdır sizin təqdimat. Yaxşıdır. Siz atmışdınız mənə təqdimat, müəllimə, baxmışdım sizə. Atmışdım, orada heç bir dənə onu dediniz ki, yarıya qədər dinləmişəm. Dediniz müəllimə sözünü müəllim kimi qeyd elə onu. Başqa heç bir söz fikir bildirməmişdiniz. Hə, yox müəllimə, ehtiyac deyil. Elə də qalsın təqdimatınız. Yaxşıdır. Sadəcə bir dənə dəqiqəsinə baxarsınız müəllimə. Görün neçə dəqiqə olur. Oldu müəllimə. Yaxşımı? Hə. Oldu. Çox sağ olun. Sağ ol müəllim. Gülər Əhmədova burada. İntizar Əliyeva. Bəli, salam müəllimlər. Hər birinizi Gülər, salamlayıram. salam.
Hə, Gülər müəllimə gəldiniz. Bəli müəllimə. İntisar müəllimə. Gülər müəllim. Burada Gülər müəllimə sonra mən. Hə? Gülər müəllimə, hə, sonra siz əzizim. Yaxşı, yaxşı. Əlbəttə Gülər müəllimə, istəyirəm. salam əzizim. Təqdimat hazırlamısınız? Bəli müəllimə, sizə Sizə atmışdım, bax, qısa atmışdım. necə? Sizə atmışdım, çox idi 2 dəqiqədən. Onu azaltdım. 1 dəqiqə 30 saniyə kimi düzəliş vermisiniz. Düzəliş verdim. Burada da səsləndirən elə indi müəllim. Əzbərləməmişəm, amma yazdığımı oxuyuram. Oxuyun, problem yoxdur, oxuyun. Birinci dəfə üçün oxuyun. Bəli müəllim. Mən Gülər müəllim Əhmədova. Azərbaycanın gözəl güşələrindən olan Tovuz bölgəsindənim. Pedaqoji təhsilimi 2007-2011-ci illərdə Gəncə Dövlət Universitetinin Fizika və Ümumi Texniki Fənlər Fakültəsinin peşə təlimi ixtisasını bakalavriat səviyyədə bitirmişəm. Pedaqoji fəaliyyətimə 2017-ci ildə müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanaraq Şəmkir rayonu Qasmallar kənd tam orta məktəbində texnologiya fən müəllim kimi başlamışam. 2018-ci ildə müəllimlərin yerdəkmə müsabiqəsində iştirak edərək Ağstafa rayonu Köçəskər kənd Hümmət Əlizadə adlı bir nömrəli tam orta məktəbi fəaliyyətimə davam edirəm. 9 illik pedaqoji fəaliyyətim var. Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanından 57 balla uğur qazanmışam. Şagirdlərimin uğurları mənim uğurlarımdır. Dəfələrlə əl işləri müsabiqələrində şagirdlərim iştirak edib, sertifikatlar və təşəkkürnamələrlə təltif olunublar. Peşəkar inkişafım, innovativ fəaliyyətim üçün daimi öz üzərində çalışıram. Ulu öndər Heydər Əliyevin şüarını özümə örnək götürmüşəm. Müəllim gələcəyimin mimarıdır. Məni dinlədiyiniz üçün sizə təşəkkür edirəm. Hə, yaxşı müəllimə. 1:31:40 varsa yaxşı. Yaxşı. Mən 1:35 kimi belə, 1:35. Hə, qəşəng müəllimə. Tam normal. Tam O normal. səs tempinə görə dəyişir, deyə 1:35-ə qədər gedir. Hə, qəşəng müəllimə. Qəşəng. Sonluğunu da qəşəng vermisiniz Gülər müəllimə. Yaxşı. Elə o qaydada da saxlayın. Təşəkkürlər müəllimə. Sağ olun, siz olun. İntizar müəllimə gəlsin, sonra Günel Cavadova, sonra Yeganə Mirzəyeva. Səhv eləmirəm. Günay müəllimə, salam. Salam. Şəfa Əliyeva, adımı çəkdiniz deyəsən. Əvvəl. Bayaq çəkdim müəllimə, amma danışmadınız axı. Qoşula bilmirdim müəllimə, internetdə problem vardı. Yaxşı, gözləyin müəllimə. İntizar müəllimədən sonra sizlə danışarıq. Aha. İntizar müəllimə, təqdimatınız hazırdır əzizim? Mən sizə dünən yönəltmişdim. Vaxtınız olmadı dinləməyə, amma bir balaca düzəliş eləmişəm yenidən. Ona görə də üzdən oxuyacağam. Bəlkə səhvlərim Hə. olsa düzəldərsiniz, sonra yenidən Mütləq. yazarım. Mütləq. Buyurun. Buyurun əzizim. Mən Əliyeva İntizar, Allahverdi qızı, Odlar diyarı, doğma Azərbaycan şəhəri, doğma Azərbaycanın Bakı şəhərində anadan olmuşam. Azərbaycan Texniki Universitetini bitirib 1990-cı ildən pedaqoji fəaliyyətimi başlamışam. Hal-hazırda 251 nömrəli tam orta ümumi məktəbdə texnologiya və STEM dərslərini tədris edirəm. Pedaqoji fəaliyyətimin ərzində müxtəlif layihələrdə və tədbirlərdə iştirak etmişəm. Ulu öndər Gülər Əliyev xatirəsinə həsr olunmuş Gül bayramı ilə bağlı icra hakimiyyəti tərəfindən verilmiş təşəkkürnamələrin və mükafatların da fəaliyyətimə verilən qiymətlərdən biridir. 2019-cu ildə Elm və Təhsil Naziri tərəfindən Emin Əmrullah rəhbərliyi ilə İsraildə keçirilən STEM layihəsi ilə bağlı özümü inkişaf etdirmək üçün müsabiqədən keçib, komanda üzvü olub, beynəlxalq sertifikatla tərtib olunmuşam. Bu sertifikatlar sadəcə sənəd kimi deyil. O, öz üzərimdə işləyib, öz üzərimdə işləməyim və müasir təhsildə uyğunlaşmağa çalışmağımdır. Ancaq bunların içərisində mənim üçün ən böyük nəticə şagirdlərimin uğurlarıdır. Dərslərdə şagirdlər fəallığına, yaradıcılığına, komanda şəklində işləməsinə xüsusi diqqət yetirirəm. Uşaqların fənni daha böyük maraq göstərmək üçün məktəbin rəhbərinin dəstəyi ilə məktəbimizdə uşaqların əl işləri ilə bağlı yarmarkalar və sərgilər təşkil edirəm. Şagirdlər bu istiqamətdə çox böyük maraq göstərirlər və həvəslə iştirak edirlər. Keçirilən sertifikat mərhələsində 56 bal toplamışam və bu imtahanda 36 illik təcrübəmi müasir təhsil yanaşma
çalışmaları ilə birləşdirmək və yeni biliklər əldə etmək niyyəti ilə gəlmişəm. Çünki təcrübə və yenilik birləşəndə daha güclü müəllim formalaşır. Mən də şagirdlərim üçün daha faydalı olmağa çalışacağam. Təqdimatımı Ulu Öndər Heydər Əliyevin kəlamları ilə bitirmək istəyərdim. Heydər Əliyev deyirdi ki, mən dünyada müəllim adından şərəfli ad tanımıram. Sənətimlə, peşəmlə fəxr edirəm. Mən də qabağımda ha vaxtda bir sual verirsə ki, müəllim olmaq istəyirsənmi? Həmişə deyərdim ki, mən öz peşəmlə fəxr edirəm və nə yaxşı ki, mən müəlliməm. Ayırdığınız vaxt üçün və diqqətiniz üçün təşəkkür edirəm. Mətanət müəllimə, elə bilirəm çoxdur sizin təqdimat. Belə Bəli. İntizar müəllimə, elə bilirəm sizin təqdimat çox. Çoxdur. Çox. Neyi azaldınız? Gülcan müəllimə çıxartmaq lazımdır oradan. Bir dənə dəqiqə ilə yazarsınız onu, dəqiqə ilə. Yazın, görün nə qədərdir müəllimə. O 2 dəqiqəni aşır 100%, əminəm ona. Orada 56 balınızı əvvəl desəniz daha yaxşıdır. Sonra ortada deyirsiniz, nəm şagirdlər, ümumi şəkildə şagirdlərin uğurundan müəllim müsabiqələrdə iştirak edir, nə nailiyyət qazanan şagirdlərim var, belə ümumi şəkildə vurğulasanız orada daha yaxşı. Sonra məsələn orada deyirsiniz, nə yarmarkalar təşkil olunub, nə olub. Məsələn o cümləni də çıxartsanız daha yaxşı. Yarmarkaları, yəni uşaqların Nə dediniz orada, yarmarka dediniz, nə dediniz? O cümləni istəyirsiniz, onu təxirə salın. Və yaxud ümumi şəkildə müxtəlif müsabiqələrdə iştirak edərək uğur qazanan, nailiyyət əldə edən şagirdlərim var. Ümumi şəkildə belə deyə bilərsiniz. Ümumi bir cümlə ilə. Onda mən sizə bunu yazaram. Təxirə salınmış variantda yazaram. Siz nə isə orada düzəliş eləsəz, mənə deyərsiniz. Bir də o sonuncu cümləni də xoşum gəlmədi. Qabağımda deyirsiniz, nə bilim, neynəsələr, neynəməsələr. Bunu da O cümləni də çıxar. Elə onun yerinə oradan bir dənə qəşəng bir cümlə qoysan ki, peşəkar inkişafım, innovativ fəaliyyətim üçün daim üzərində çalışıram. Məsələn, bu cümlə ilə belə qəşəng bir pedaqoji yanaşma ilə desəniz daha yaxşı. Yəni xoşuma gəlmədi o cümlə. Ehtiyac yoxdur. Bəs Heydər Əliyevin sözlərini saxlayın. Heydər Əliyevin hansı kəlamını qoymusunuz? Mən dünyada müəllim adından şərəfli ad tanımıram, sənətimlə, peşəmlə fəxr edirəm. Ay sağ ol, sənətimlə, peşəmlə qürur duyuram. Nə yaxşı ki, müəlliməm. Bunu belə tamamlaya bilərsiniz. O cümlə qəşəng qalsın. Və yaxud da belə də deyə bilərik ki, təhsil millətin, Heydər Əliyev demişdi ki, təhsil millətin gələcəyidir. Mən də bu gələcəyin qurucularından biri olduğum üçün özümü uğurlu müəllimlərdən hesab edirəm. Belə deyə bilərsiniz. Sonra bir də məsələn, müəllim haqqında müəllim haqqında bir dənə də cümlə deyə bilərəm. Məsələn, mən deyəndə yazın, hamınız yazın. Təqdimatınızı əlavə edə bilərsiniz. Məsələn, müəyyən hissələrində də demirəm, ya son olsun. Yəni, bu gedişatınıza baxaraq özünüz hansı hissədə verirsiniz, özünüz uyğunlaşdırın. Müəllim cəmiyyətin sabahını formalaşdıran gizli bir qəhrəmandır. Bu cümləni də verə bilərsiniz. Onun ardınca deyə bilərsiniz ki, mən də bu qəhrəmanlardan biri olduğum üçün özümü şanslı müəllimlərdən hesab edirəm. Dərsi qayda edirəm, onsuz da atacam bunu. Oradan da baxıb yaza bilərsiniz. Sonra, şagirdlərimin uğuru mənim qələbəmdir. Bu qələbənin sevincini yaşamaq hər bir müəllim üçün ən böyük motivasiyadır. Və bunu da belə deyə bilərsiniz. Sonra o sonluğa da dediyim kimi İntizar müəllimə, peşəkar inkişafım, innovativ fəaliyyətim üçün daimi üzərimdə işləyirəm deyə bilərsiniz müəllimə. O cümlələri də əlavə edə bilərsiniz. Yaxşı. Yenidən baxın, orada müəyyənlərini çıxardın, səs yazma şəklində hazırlayın, görün 1.30, 1.40 normal. Daha bu içini keçirsə o olmur. Yaxşı. Təşəkkürlər müəllimə. Çox Şəfa sağ ol. müəllimə, siz gəlin. Bəli. Mən Şəfa müəllim Əliyeva, turizm bölgəsi kimi tanınan, gəzməli yerləri ilə məşhur olan, dağların qoynunda yerləşən Qax rayonu Almalı kəndində anadan olmuşam. 1991-95-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunda Ümumi Texniki Fənlər və Əmək Təlimi müəllimi ixtisası üzrə təhsil almışam.
92-ci ildən pedaqoji fəaliyyətlə məşğul oluram. Hal-hazırda Cəlair kənd tam orta məktəbində təsvir incəsənət müəllimi işləyirəm. 34 illik pedaqoji təcrübəm var. Bir müəllim kimi hər zaman öz üzərimdə çalışıram. Bu illər ərzində keçirilən müxtəlif təlim və seminarlarda iştirak etmişəm. Bir sıra sertifikatlar almışam. Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanında 54 balla uğur qazanmışam. Fikrimcə müəllim təkcə bilikli, savadlı vətəndaşlar yetişdirməklə vəzifəsini bitirməməlidir. Əsl müəllim vətənini sevən, qoruyan, ucaldan övladlar formalaşdırmalıdır. Dünyada hər şeyə dəyər vermək mümkündür. Lakin müəllim əməyinə əsla dəyər verilə bilməz. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Aha, Şafa müəllim, yaxşıdır, yaxşıdır. Bir dənə orada müəllimə, o sona yaxın ki deyirsiniz, müəllim bunu etməlidir, övladlar yetişdirməlidir. Aha, Övladlar yerinə şəxsiyyət yazın müəllimə. yaxşı, Müəllim şəxsiyyət yetişdirir. yaxşı müəllimə. Oldu mu müəllimə? Övladı valideyn yetişdirir, biz də şəxsiyyət yetişdiririk. Olar müəllimə. O qaydada da deyim müəllimə. Qəşəng. Yaxşımı müəllimə? Yaxşı, yaxşıdır müəllimə. Elə bilirəm, elə 1 dəqiqə dəqiqəsi də 30-dur. 1 dəqiqə 30 Hə, 1 saniyə. dəqiqə 30 o saatı bildim ki, yəni dəqiqəsi də normaldır, Aha. yerindədir. Minnətdarım müəllimə, çox sağ olun. Siz də sağ olun müəllimə. Sonra Günel Cavadova. Yeganə Mirzəyeva. Gülnar Bağırova. Günay Novruzova. Salam müəllimə, buyurun. Necəsiz? Salam Gülnar müəllimə. Təşəkkürlər canım mənim. Müəllimə, Müəllimə, sizdən təqdimat təşəkkürlər əzizim. Sizdən təqdimat almışdım mən. Bəli müəllim, dünən atmışdım. Siz də düzəlişlər elədiniz, azaltmışam. Sizdə də çox idi. Bəli. Hə. İndi edin müəllimə. Edin. Mən Gülnar müəllim Bağırova, Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşam. Bu gün qarşınızda bir musiqi müəllimi kimi çıxış etməkdən böyük şərəf və qürur duyuram. Təhsil yolculuğum Ordubad şəhər Əşrəf Ağayev adına 3 saylı tam orta məktəbdə başlayıb. Musiqiyə olan sonsuz sevgim məni Naxçıvan şəhər Üzeyir Hacıbəyli adına musiqi kollecinə yönəltdi. 2007-ci ildə kolleci musiqi müəllimi ixtisası üzrə uğurla bitirdim. Elə həmin il oxuduğum doğma məktəbimdə Əşrəf Ağayev adına 3 saylı tam orta məktəbdə musiqi müəllimi kimi ilk pedaqoji fəaliyyətimə başladım. Artıq 20 ilə yaxındır ki, bu şərəfli peşəni böyük fədakarlıqla davam etdirirəm. Mən bu gün burada yeniliklərə açıq, şagirdlərin inkişafına daim öz töhfəsini verən və öz üzərində işləyən bir müəllim kimi çıxış edirəm. Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanında iştirak edərək uğur qazanmışam. İndi isə müsahibə mərhələsində siz dəyərli ziyalıların qarşısındayam. Qazanılan hər bir uğurun arxasında böyük bir zəhmət dayanır. Pedaqoji fəaliyyətim dövründə bir çox uğurlara imza atmışam. Məktəb rəhbərliyi və təhsil şöbəsi tərəfindən fəxri fərmanlarla təltif olunmuşam. Mənim üçün ən böyük fəxr yetişdirdiyim şagirdlərdir. Onların arasında konservatoriyaya və müvafiq ali təhsil müəssisələrinə daxil olaraq bu gün musiqi sahəsində uğurla çalışan neçə yetirmələrim var. Çıxışımı Ulu Öndər Heydər Əliyevin o dahi kəlamı ilə bitirmək istəyirəm. Mən dünyada müəllim adından şərəfli bir ad tanımıram. Mən də ömrümü bu şərəfli peşəyə həsr etdiyim üçün çox şanslıyam. Eyni zamanda bu gün sizin kimi ali sənətə, musiqiyə dəyər verən ziyalı və hörmətli münsiflər heyətinin qarşısında olmaq mənim üçün həm böyük bir fəxr, həm də növbəti bir şansdır. İnanıram ki, sizin müsbət rəyinizlə buradan uğur qazanaraq ayrılıb doğma məktəbimə dönəcəyəm və müəllimlik fəaliyyətimi davam etdirəcəyəm. Orada düzəlişə tutdum. Diqqətiniz, mənə ayırdığınız vaxt və göstərdiyiniz səmimiyyət üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm. Müəllimə, elə hələ azaltmışsınız bu şəkildədir.
2 dəqiqə olmur müəllimə. 2 dəqiqə olmur. Yox. Bir də ataram, baxarıq sizə ataram bir də. Səs yazma şəklində eləyərsiniz müəllimə? Bax gör neçə dəqiqədir. Buyurun, ataram. 2 Mən dəqiqədən az təzədən olsa eləmək yaxşıdır müəllim. lazımdırsa tutardım. Hə, düzəldərik. Məzmun etibarən yaxşıdır müəllimə, dolğundur. Yaxşı müəyyən şeyləri vurğulayırsınız, müəyyən məqamlarınızı. Sadəcə olaraq çox olması sizin sözünüzü kəsəcəklər. O baxımından mən də istəmirəm. Deyirəm müəllimlər qəşəng danışsın. Qısa, lakonik sözlərini kəsməsinlər. Ona görə. Bir dənə baxarıq müəllimə sizinkine. Yaxşı. Təşəkkürlər Gülnar müəllimə. Çox sağ ol əzizim. Müəllimə, çox sağ olun. Sağ olun. Uğurlar bütün müəllimlərimizə. Günay Novruzova, Arzu Dünyamalıyeva. Salam müəllimə. Günay müəllimə, hazırsınız təqdimata? Bəli. Buyurun müəllim. Görüntünü açmasam olar? Olar, buyurun. Aha. Mən Novruzova Günay, Bakı şəhərinin Əmircan qəsəbəsindənim. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində bakalavr, 2007-2009-cu illərdə isə fizikanın tədris metodikası ixtisası üzrə magistr təhsili almışam. Pedaqoji fəaliyyətimə 2007-ci ildən hazırlıq kurslarında fizika fənnini tədris edərək başlamışam. 2010-cu ildə müəllimlərin işə qəbul imtahanında yüksək nəticə göstərərək 226 nömrəli tam orta məktəbə fizika müəllimi kimi işə qəbul olunmuşam. Ümumilikdə 16 illik pedaqoji təcrübəyə malikəm. Fəaliyyətim dövründə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif ixtisas artırma və təlim kurslarında fəal iştirak edərək sertifikatlar qazanmışam. Hazırladığım şagirdlər ali məktəblərə qəbul imtahanlarında fizika üzrə yüksək nəticələr göstərərək nüfuzlu dövlət universitetlərinə daxil olublar. Tədrisdə hər zaman kurikulumun prinsiplərinə, şagird yönümlü yanaşmaya və İKT resurslarından səmərəli istifadəyə üstünlük verirəm. Diqqətiniz üçün təşəkkür edirəm. Bir də müəllimə, siz demişdiniz əlavə, onu hələ eləməmişəm, yazmamışam ona görə. İndi Əlavə nə demişdim? De görüm. Heydər Əliyevin sözünü demişdiniz. Orada Hə. səsdə qalıb. Elə onu da istəyirdim indi burada da əlavə verəm. Elə onu demişəmsə onu elə onu sonluq ver, sona ver onu. Sonluq ver. Sonluğun sanki yarımçıq qalmış kimi olur Günay müəllimə. Yaxşı məzun. Sonluq Mən ver. bir də mənim sertifikasiyada 51 bal toplamışam. Yəni o lazımdır onu demək yoxsa? Ya niyə demirsən? Bəs necə? Onlarda var. Bəs necə? Böyük bir bayraq da alırıq əlimizə, orada yelləyirik ki, biz 50 plus yığmışıq. Demək ki, onlarda var. Müəllimə, onlarda sizin adınız, soyadınız var. Onlarda sizin oxuduğunuz pedaqoji universitetiniz var. Bütün danlılarımız, bütün məlumatlarımız oradadır. Onda deyək ki, biz orada var da onların qabağında. Gedək oturaq gələk. Olur ya, bizi çağırır, özümüzü təqdim edirik müəllimə. Özümüzü təqdim edirik. Ona görə də o 50 plus bal sizin uğurunuzdur, sizin nailiyyətinizdir. Və o deyir ki, gəl müəllim nailiyyətindən danış. Danış, mən səni görüm. Danışmağa çağırır. Sənin nitqini yoxlamağa, ünsiyyət bacarığını yoxlamağa çağırır. Da bu da var orada, o da var, bunu da deməyəcəm, onda olmur ki, mənim əzizim. Başa düşdünüz müəllimə? Ona görə o 50 plusunuzu da əvvəldə deyin. O universitetə ki, bitirdiniz, işə girdiniz. Ondan sonra deyirsiniz ki, Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanından 51 balla uğur qazanmışam. Hə, o hissədən sonra nitqinizə davam edirsiniz. Yaxşı oldu mənim, aydın. Sonra, bax orada belə bir cümlə də yaza bilərsiniz müəllimə. Elmə, uşaqlara. Günay müəllimə, bir dənə səsi bağlayın, uşaqların səsi var. Elmə, uşaqlara və gələcəyə xidmət etmək mənim üçün şərəfdir. Bax, bu cümlə ilə də müəyyən təqdimatınızın hissələrinə verə bilərsiniz. Elmə, uşaqlara və gələcəyə xidmət etmək mənim üçün şərəfdir. Bu şərəfli peşəyə, müəllimə, bağlayın səsi. Bu şərəfli peşəyə sahib olduğum üçün özümü şanslı müəllimlərdən hesab edirəm. Və bunu belə deyə bilərsiniz. Sonra, orada bir də orada deyə də bilərsiniz ki, müəllimlər, bugün sizin qarşınızda yeniliklərə açıq, şagirdlərinin inkişafına töhfə verən bir müəllim kimi çıxış edirəm. Çünki müəllim təkcə dərs verən deyil, həm də şagirdlərinin yoluna işıq saçan bir mayaqdır. Və bu cümlələrlə də deyib sonlandıra bilərsiniz və yaxud təqdimatınızın orta hissələrində
İndi yazanda bilirsiniz də hansı hissələrə uyğundur. Bu cümlələri dərsi qayd eləyirəm, göndərəcəm. Baxıb oradan o hissələrə etməyənlər uyğun şəkildə o cümlələrdən istifadə edib verə bilər. Oldu müəllimə, başlasın. Və yaxud da ki, bir dənə də cümlə deyim sizə. Bir dəqiqə. Hə, və yaxud da deyə bilərsiniz ki, məsələn, bunu hər kəs öz ixtisası, məsələn, daha çox kimya, fizika, məsələn, biologiya, tarix müəllimləri də bunu deyə bilər ki, məsələn, kimya elmini sevərək öyrədir, hər bir şagirdin uğurunu öz qələbəm kimi yaşayıram. Onu fənninizə də, ixtisasınıza da bağlaya bilərsiniz oradan o uğurunuzu. Tarix fənnini sevərək öyrədir, tarix elmini sevərək öyrədir, hər bir şagirdin uğurunu öz qələbəm kimi yaşayıram deyə bilərsiniz. Sonra tarix müəllimləri deyə bilərlər ki, illərdir Azərbaycanın zəngin tarixini şagirdlərimə sevərək aşılayıram. Belə deyə bilərsiniz. Sonra Günay Novruzovadan Arzu Dünyamalıyeva. Salam müəllimə. Salam Arzu müəllimə. Hazırsınız müəllimə? Mən heç də hazır deyiləm, ancaq şifahi olaraq müəyyən qədər deyə bilərəm. Hələ məsələn gələn dərsi mükəmməlləşdirərəm və yaxud da istəyirsiniz uyğun olarsa sizin Müəllimə, şəxsinizə mənə şəxsimə atın, çünki burada məsələn tam hazır olmayanda qarma-qarışıq danışırsınız, tək sizi görə demirəm, ümumiyyətlə də uyğunsuz olur. Elə ən yaxşısı hazırlaşın, qəşəng, atın şəxsimə baxım, elə də növbəti dərsdə sizdən soruşaram. Yaxşımı? Aha, indi heç də deməyim, elə? Yoxsa? Mənim şəxsimə heç atmamısınız müəllimə? Xeyr müəllimə. Yaxşı, nə yazmısınızsa müəllimə, nə yazmısınızsa deyin, düzəliş verin burada. Yox, yazmamışam, elə şifahi olaraq bildirəcəm. Mən Dünyamalıyeva Arzu Hüseyn qızı 72-ci ildə anadan olmuşam, bilmirəm, onu demək olar olmaz. Və 89-cu ildən musiqiyə olan marağım məni musiqi məktəbinə yönləndirdi və orada 5 illik musiqi məktəbini bitirdikdən sonra 89-cu ildə Bakı Mədəni Maarif Texnikumunun xor dirijor fakültəsini müvəffəqiyyətlə, fərqlənməklə bitirmişəm. Təhsil aldığım müddətdə belə deyək, sinif nümayəndəsi olaraq təşkilati işlərdə fəal iştirak edən bir şəxs olmuşam. 93-cü ildən Nizami rayonu 129 nömrəli tam orta məktəbdə musiqi müəllimi kimi fəaliyyət göstərməyə başlamışam. Daha sonra yer dəyişmə olaraq Sabunçu rayonu 311 nömrəli tam orta məktəbə müəllim kimi təyin olunmuşam. 33 illik pedaqoji fəaliyyətim var. Öz fənnimi, ixtisasımı çox sevirəm. Belə deyək, müxtəlif bu illər ərzində müxtəlif Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimləri təkmilləşdirmə kurslarında, sonra kurikulum kurslarında, müxtəlif kurslarda iştirak edərək belə deyək, sertifikatlar almışam. Və bu illə 33 illik müəllimlik fəaliyyətim var. Bilmirəm da indi düz dedim yoxsa. Onu niyə axıra gətirdiniz müəllimə? Onu demədim müəllimə, üzr istəyirəm. Bilmirəm, arzuluğu bilmirəm hələ. Siz İndi deyə özüm yazanda yazmamısınız deyə dəqiqləşdirəcəm. müəllimə. Hə, yazmamısınız deyə ona görə. Bəli, Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanında 57 bal yazmışam və növbəti deməli müsahibə mərhələsinə, bəli, necə Müəllimə, dayanın canım mənim. Materiallarım var sizdə mənim əzizim. Telegrama girmişsiniz. Arzu müəllimə, telegrama daxil olmusunuz mənim əzizim. Daxil olmuşam, ancaq hələ heç bir şeyə baxamamışam. Bax, gördüm ki, baxmamısınız. Yəni, nitqinizdən gördüm, baxmamısınız. İndi nə edirik? Biz sizlə davam etmirik və qəşəng-qəşəng o materiallara baxırsınız. Qəşəng təqdimat, mənim orada videolarım var, təqdimat videolarım. Onları izləyin, səslərə baxın, o qaydada yazın. O 33 illik fəaliyyətinizdir, 57 bal yığmağınız, onlar hamısı əvvələ gedəcək. Əvvəldən əvvəl danışın, özünüzü bir sübut eləyin ki, mən buyam, sonra fəaliyyətinizi vurğulayacaqsınız. Oldu mu müəllimə?
Sonra bir Hı qəşəng-qəşəng -hı. səs yazma elə. 1.30, 1.40, yəni onu aşmasın. O qaydada da mənim şəxsimə göndərərsiniz. Baxaram, elə üzərində işləyərik. Yaxşımı mənim əzizim? Oldu müəllimə. Oldu. Çox sağ Təşəkkürlər olun. Arzu müəllimə, sağ olun. Mən sizə təşəkkür edirəm. Sağ olun. Sonra Günarə Vüsalə müəllim, Muradova. Günarə müəllim, bir dənə xahiş edə bilərəm sizdən. Bəli. Dürdanə müəllimə, siz hansı qrupdasınız? 30 manatlıq qrupdasınız? Bəli. Hə. Şeydir, həkim mənə demişdi, saat 6-da gələrsən, dişimdə problem var, alt dişimdə. Ona görə zəhmət olmasa bu müəllimədən sonra məni dindirərsiniz, mən gedərəm də dişimi almağa. Yaxşı müəllimə, buyurun. Təqdimatınız hazırdırsa buyurun. Mən danışım. Hə, danışın. Hı. Dürdanə Biraz- İsparovadır sizin soyadınız. Bəli, İsparova. Müəllimə, milliyyətiniz nədir? Azərbaycanlıyam, Azərbaycanlıyam. Azərbaycan. Elə bir ki, ulu babalarımızın familiyasından keçib də İsparova. Kasparova deyilik, Yox, İsparovayıq. bunlar o avarlarda daha çox var. Bu soyad, bu belə qəribə adlar. Ona görə soruşdum, görüm avarlardansınız. Xeyr. Əvvəlcədən üzr istəyirəm. Dişimdə problem var deyə, yəni alt dişim yoxdur deyə səsim səhər çıxır, amma Müəllimə, narahat inşallah olmayın gedib canım. düzəldəcəm. Narahat olmayın. Danışıram mən. Salam, hörmətli komissiya üzvləri. Mən İsparova Dürdanəm. 1966-cı ildə Cəllabad rayonunun Əlqasımlı kəndində anadan olmuşam. Ali təhsilimi 1986-1991-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya Biologiya fakültəsində almışam. Məzun olduğum 1991-ci ildən etibarən öz doğma Şəhid Samir Əsədov adına Əlqasımlı kənd orta məktəbində müəllimlik kimya biologiya müəllimi kimi fəaliyyətə başlamışam. Hazırda 35 illik şərəfli pedaqoji stajı sahibəm. Fəaliyyətim boyu müasir təhsil kreditlərini mənimsəmək məqsədi ilə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi bir sıra ixtisasartırma kurslarında, kimya biologiya təlimlərində, eləcə də 5G modeli, hibrid metodologiyası təlimlərində iştirak edərək müxtəlif sertifikatlar əldə etmişəm. Dəfələrlə məktəb rəhbərliyi tərəfindən təşəkkürnamələrlə tərtib olunmuşam. Mənim ən böyük qürur mənbəyim yetişdirdiyim şagirdlərimdir. Onların arasında bu gün də xalqımıza xidmət edən müxtəlif peşə sahibləri vardır. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi təhsil millətin gələcəyidir. Mən də bu gələcəyin qurucularından biri olduğum üçün özümü uğurlu müəllimlərdən hesab edirəm. Bu cümləni siz dediyəndən sonra bunu dedim. Bu indi deyəcəyim cümlədir. Kimya elmini sevərək öyrədir və hər bir şagirdin uğruna sevinirəm. Müəllim olmaq şərəfli bir işdir. Mən öz peşəmlə qürur duyuram və sözümü çox sevdiyim bir şeir parçası ilə bitirmək istəyirəm. Ey hörmətli müəllim, hər könüldə yerim var. Hər kənddə, hər şəhərdə sənin meyvələrin var. Əkdiyin ağacların gülü, çiçəyi solmaz. Dünyada sənin kimi varlı bağban tapılmaz. Diqqətiniz üçün təşəkkür edirəm. Müəllimə, sizdə təqdim etmə biraz uzun oldu. Onu dəqiqəsinə yazarsınız. O şeiri də səsləndirməyin, o sondakı şeiri müəllimə. O şeirin Yaxşı. yerinə sizə bir bənd başqa demək istəsəniz, bir bənd başqa bir şeir verərəm. Onu deyirsiniz müəllimə. Məsələn, lap kim Demərəm. demək istəyərsə müəllimə, bax, ziyalı olmasa kör olar millət. Caynaqlar altında hey çəkər zillət. Sənətin hamısı gözəldir əlbət. Bütün peşələrin gözüdür müəllim. Məsələn, bu şeiri deməyiniz daha yaxşıdır. O şeir deməyin. Yaxşıdır. Yaxşımı Siz müəllim? dəfə demişdim, YouTube-da qulaq asmışdım. Bir dənə də yaxşı şeir var, onu əlavə edirəm lazım olsa. Ya bunu deyərsə zəhmət olmasa. Bunu indi buradan hansını istəsəz yazarsınız şəxsimə çəkib atarım. Bir də o müəllim bu ada baş əyir cahan, onu da mən demişdim. O şeiri də hansını istəsəniz səsləndirə bilərsiniz. Hə, yaxşı, bax, Bəli. heç deməsəm də olar, müəllim deməsəm olar şeiri. Deməsəniz də olar müəllimə. Yəni məcbur deyilsiniz deməyə. Hə, Əslində yəni, mən özüm o vaxtı Nizami Gəncəvidən Atan oğlan nəsihətindən bir parça demişdim. Bəzən YouTube-da mən belə danışıram, indi paylaşacağım dərsimizi də. Mən belə danışıram, məsələn, şeirlə falan. Yəni hər kəsin bir tərzi var da. Mən öz müsahibəmdə, sertifikasiya müsahibəsində mən onu səsləndirmişdim. Mən ondan 38 bal almışdım.
İndi orada Qulaq baxır asmışam. necə səsləndirməkdə, orada baxır necə intonasiya ilə vurğulu, məsələn, demək lazımdır. Hə, orada məsələn yazırlar ki, bəzən hamı bəyənəcək deyə bir anlam yoxdur ki, müəllimlər. Kimsə ola bilər də bəyənməz mənim təqdimatımı, kimsə ola bilər bəyənər. İndi hər kəsin fikrinə mən hörmətlə yanaşıram. Elə məcbur deyil ki, mən şeir demişəm, orada məsələn Nizami Gəncəvidən o kəlamı demişəm, hamı onu deyəcək. Yox, elə bir şey yoxdur. Sadəcə olaraq o mənfi rəylər bildirmək nə mənası var? Kimsə yazır, nə bilim, ora poeziya gecəsi deyib falan. Yəni bilirsiniz necədir? Hər kəsin fərqli bir yanaşması var. Mən həmişə qeyri-standart yanaşma göstərməyi sevirəm. Hər bir işdə, müxtəlif problemdə, situasiyalarda qarşılaşanda. Məsələn, hamı bunu edirsə, mən onu etməyəcəm. Mən daha bir fərqli bir üsul seçəcəm. Və mən orada şeirlə səsləndirmişdim. Ona da 38 bal almışdım. Kimsə indi gedib necə danışır, necə danışmır, yəni. Və mən bunu müdavimlərimə də açım. Mən onun bəhrəsini gördüyüm üçün öz müdavimlərimə deyirəm ki, həmişə hamının danışdığı kimi danışmayın. Siz fərqli yanaşma, fərqli cümlələrdən, əsl pedaqoq kimi, rəsmi, elmi üslubda danışmağa çalışın, əsl peşəkar kimi danışın, pedaqoq cümlələrindən istifadə edin, elmi məişət üslubunda yox, elmi üslubda danışmağa üstünlük verirəm. Ona görə də orada, məsələn, nitqimin sonunda mən bir bənd atanın oğluna nəsihətindən Nizami Gəncəviyə aid olan vermişdim ondan bir parça və həqiqətən də xoş qarşılanmışdı. Çox da bəyənmişdilər və 38 bal da aldım mən onlardan. Və növbəti sertifikasiyamda tam başqa bir formatda çıxış eləyəcəm. Tam başqa, yəni indidən düşünmüşəm. Tam başqa bir formatda mən təqdimat hazırlayacağam özüm üçün və o təqdimatı da sizlərlə bölüşəcəm, nümunə olsun sizlər üçün. Kimlər bəyənərsə istifadə edə bilər. Belə müəllimlər. Yazdığım yaxşı idi, sözlər, şeirdən başqa Yaxşıdır sözləri müəllimə, yaxşıdır. Sözlər yaxşıdır müəllimlər. Və buradan məni dinləyən, YouTube üzərindən bizi izləyən müəllimlər, kimsə mənim təqdimatımı bəyənmirsə, baxmasın, keyfini pozmasın. Bizim təqdimata, bizim dərslərimizə baxıb, daha da keyfini, əhval-ruhiyyəsini pozmasın. Biz belə danışırıq, biz belə çıxış edirik və müdavimlərimə də bunu öyrədirəm. Bugün burada olanlar mənim danışıq tərzimi, mənim dərslərimi, mənim təlimlərimi sevib bəyənənlər də yanımdadır. Kimsə, yəni hər birinizin fikirlərinə hörmətlə yanaşıram. Məni hamı bəyənəcək deyə bir anlam ola bilməz. Yəni bir insanı hamı bəyənə bilməz. Yəni məni də bəyənməyənlər, məni də sevməyən, mənim dərsimi, mənim təlimlərimi sevməyənlər də var. Sevənlər sizlərsiniz, bugün yanımdasınız və hər birinizə çox-çox təşəkkürümü bildirirəm. O YouTube'dan həm müsbət rəylər, həm mənfi rəylər yazanlara var olun deyirəm. Çox sağ olun. Hər kəsin bir düşüncə tərzi var. Ürəklərinizə quzu kəsərəm. Çox sağ olun mənim əzlərim. Minnətdaram hər birinizə. Aynur Abdullay, yox, Rüsalə Muradova buradadırmı? Rüsalə, yoxdur. Onda gəlsin Aynur Abdullayeva. Salam Günarə müəllimə. Salam Günarə Aynur. müəllimə, siz bilirsiniz də mən sırağa gün qoşulmuşam. Dünənlər telefonda biraz problem olubdu. Bu günlər təqdimatı bir neçə saat bundan qabaq sizə təqdim eləmişəm. İndi oxuyuram, bilmirəm xoşunuza gələcək, gəlməyəcəkdir. Mən sizə fikir bildirmişdim, siz mənə gülmək İsmail, o müəlliməsiz. Bəli, müəllimə. Narahat olmayın müəllimə, düzələcək hər şey. Təki problem bir təqdimat olsun. İnşallah müəllimə. Buyurun. Mən Abdullayeva Aynur, pedaqoji təhsilimi 1999-2004-cü illəri əhatə edir. Bədən Tərbiyə İdman Akademiyasını bitirmişəm və Abşeron rayon Mehdiyabad qəsəbəsində 2 saylı tam orta məktəbində 26 ildir ki, fiziki tərbiyə müəlliməsi kimi fəaliyyət göstərirəm. Dəfələrlə məktəb rəhbərliyi tərəfindən sertifikatlara layiq görülmüşəm. İdman Nazirliyi tərəfindən 2025-2026-cı ildə Gənclər və İdman Nazirliyi tərəfindən Abşeron rayon bədən tərbiyə və idmanın inkişafında səmərəli fəaliyyətimə görə və 5 mart bədən tərbiyəsi idman günü münasibəti ilə fəxri fərmanla tərtib olunmuşam. Elm və Təhsil Nazirliyinin keçirildiyi sertifikasiya imtahanında iştirak etmişəm və uğur qazanmışam. Peşəkar inkişafım üzərində daim işləyirəm. Məni dinlədiyiniz üçün çox sağ olun. Təşəkkür edirəm.
Müəllimə necədir? Qəşəng müəllimə. Qəşəngdir. Allah Orda köməyiniz olsun. bir dənə bax hamıya deyirəm ha, tək Aynur müəllimə yox. Sertifikasiya sözünü kim tələffüz edə bilmirsə, dönə-dönə o müsahibəyə qədər çoxlu-çoxlu kimin təqdimatında o söz varsa, yəni orada anındaca o siz çaşdınızsa, yəni o sizə minus gətirir. Yəni müəllim sertifikasiya sözünü tələffüz eləmir. Ümumiyyətlə, yəni ümumi şəkildə deyirəm. Aynur müəllimə, bir də orada deməli, sonuncu cümlənizə belə düzəliş verək. Peşəkar inkişafım və innovativ fəaliyyətim üçün daim öz üzərimdə çalışıram. Bəli, O bəli, cümləni düzəldərəm müəllimə, narahat olmayın. onu elə düzəldin, amma siz müəllimə həqiqətən tanıdığım fiziki tərbiyə müəllimlərinin içində tam yəni o ixtisasa deyək ki, necə formada deyim, yəni belə qamətiniz, cüssəniz, belə xarici görünüşünüz əsl idmançını xatırladır ha Bəli, müəllim. bəli, idman müəllimiyəm, bəli. Allah kömək. Yəni Özüm də idman idmançıyam müəllimi ola müəllimə. bilərsiniz, müəllimə. Özünüz idmançısınız. Bəli, bəli, idmançıyam Hə müəllimə. deyirəm də, çünki mənim qrupumda var fiziki tərbiyə müəllimləri, amma Bəli, bəli. onlar yəni belə görünüş olaraq sizin görüntünüzü xatırlatmır. Siz əsl idmançını xatırladırsınız müəllimə. Bəli, bəli, müəllimə. Elə yəni İdmançıyam, özüm idmançıyam. Yəni idman akademiyasından öncə mən idmanla məşğul olmuşam. 5 nə illik gözəl. təcrübəm var. Nə İdman üzrə müəllimə idmançısınız? Karate Do Shotokan, Dinamo İdman Cəmiyyətində məşğul olmuşam. Füzuli Müsahibdən bölgə. Hə, maşallah, maşallah. Maşallah Müəllimə gününüz qorxdum olsun. sizdən, qorxdum sizdən. Yox, qorxmayın müəllimə. Təşəkkürlər Aynur Siz müəllimə, sağ olun həqiqətən müəllim. xoş oldu müəllimə. Sağ olun, Müəllimə sağ xoş olun oldu müəllimə. sizlə tanışlığım. Çox sağ olun müəllimə. Mən Siz minnətdaram sizə. Çox sağ olun. sağ ol canım mənim, sağ ol. Sağ olun, sağ olun. Sonra Salam gəl günlərim, gün axşamınız xeyir. Qatılmışam, Rəna müəllimdir. Biraz keçmişdim. Rəna müəllimə, Rəna Əliyeva, eləmi? Hə, Bəli, sizin bəli, adınız bəli. keçib. Müəllimə, danışın elə onda. Danışın. Salam, hər kəs salamlayıram. Salam günlərim müəllimim. Axşamınız xeyir olsun. Salam əzizim. Mən Rəna Əliyeva Paşa qızı. Qərbi Azərbaycanda anadan olmuşam. 1991-ci ildə Nəsrəddin Tusi adına, yəni indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hüquq və Əmək Fakültəsinə qəbul olmuşam. 96-cı ildə həmin fakültəni bitirmişəm. 91-ci ildə Binəqədi rayonu 244 nömrəli məktəbdə əmək təlim müəllimi kimi işə qəbul olmuşam. Günlərim mənim bir dəqiqə üzr istəyirəm. Mən əvvəl Nizami rayonunda 238 nömrəli məktəbdə işə durmuşam. Onu yazdım, orada işləmişəm. Sonra 94-cü ildə 244 nömrəli məktəbə müəllim kimi gəlmişəm. Yəni onu ümumilikdə bir yerdə yazdım. Yəni Hə, problem müəllimə, deyil. birlikdə deyin. Orada işləmişəm, burada işləmişəm. Ümumi fəaliyyətinizi deyin. Hə, ümumi fəaliyyətim mən də elə yazdım, də dedim. 91-ci ildən Binəqədi rayonu 244 nömrəli məktəbdə əmək təlim müəlliməsi kimi işə qəbul olmuşam. Hal-hazırda həmin məktəbdə işləyirəm. 35 illik pedaqoji təcrübəm var. Bu illər ərzində keçirilən təlim və ixtisaslar arasında ixtisas artırma kurslarında üzr istəyirəm, iştirak etmişəm və həmin ixtisas artırma kurslarından vəsiqə və sertifikasiya ilə təltif olunmuşam. Elm və Təhsil Nazirliyinin keçirdiyi əvvəlcə diaqnostika, sonra isə sertifikasiya imtahanından uğurla keçib müsabiqə mərhələsinə keçid almışam. Sizin də dəstəyinizlə müsahibə mərhələsindən uğurla keçməyimə ümid edirəm. Bu cümləm düzdür ya yox bilmirəm, əlbəttə sonra fikir bildirərsiniz. Mən fikrimi Ulu Heydər Əliyevin bir kəlamı ilə bildirmək istəyirəm. Mən dünyada müəllim adından yüksək və şərəfli tanındım. Bu şərəfli peşəyə sahib olduğum üçün özümü uğurlu müəllimlərdən hesab edirəm. Nə yaxşı ki, müəlliməm. Müəllimə, orada birinci müəlliməsi dediniz, nə müəlliməsi işləyirəm. O müəlliməsi sözünü deməyin, müəllim kimi fəaliyyət göstərirəm deyin. Müəllimə sözü deməyin də nitqinizdə. Yaxşımı müəllimə? Bəli, o müəlliməsi sözünü müəllim kimi yazaram. Müəllim kimi fəaliyyət başlamışam, fəaliyyət göstərirəm. Yəni onu elə deyin. Bir də orada sizin müsbət rəyiniz sayəsində bu mərhələndə uğurla keçəcəyimə və sevimli peşəmi davam etdirəcəyimə inanıram. Sonra dalınca fikrimi Ulu Öndərin bir kəlamı ilə bitirmək istərdim.
Onu da deyə bilərsiniz. Lap orada Ulu Öndərdən bu kəlamı da deyə bilərsiniz. Kimə hansı yəni uyğundur deyə bilər. Təhsil millətin gələcəyidir. Mən də bu gələcəyin qurucularından biri olduğum üçün özümü uğurlu müəllimlərdən hesab edirəm. Onu da Buyurun. düşünmüşdüm, amma bunu cümləni yazdım. Sizin üçün hansı rahatdır? Hər ikisi gözəldir. Ulu Öndərimizin müdrik kəlamlarından hər ikisi gözəldir. Hansını istəsəniz onu deyib sonlandıra bilərsiniz. Yəni fikrinizi yarım qoymayın. Məsələn, mənə bir neçə müəllim artıq baxıram, fikir yarım qalır. Yarım qoymayın, sonluq verin. Sonluq verin həmişə. Sona da hansı cümlələrlə verin. Yarımçıq gəldi sonluğu cümlələ Sizi mənim. demirəm. Yo, sizi demirəm. Sizdə tamamlandı müəllim. Sizdə tamamlandı. Necədir? Sonuncu cümlənizi bir də deyim. Sonuncu cümlənizi deyim müəllim. Mən fikrimi Ulu Heydər Əliyevin bir kəlamı ilə bitirmək istəyirəm. Mən dünyada müəllim adından yüksək və şərəfli ad tanımıram. Bu şərəfli peşəyə sahib olduğum üçün özümü uğurlu müəllimlərdən hesab edirəm. Mən yaxşı ki, müəlliməm. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. O cümləni yazmamışam. Mən dinlədiyiniz üçün Təşəkkür edirəm. Bir də Ulu Heydər Əliyev deməyin, ya Ulu Öndər deyin, ya Heydər Əliyev deyin. Ulu Heydər Əliyev deməyin müəllimə. Ulu Öndərimiz elə deyin. Ən o dilə yatımlı odur, o sözdür. Mən Öndər yazmışdım. Sadəcə kötürəndə burada yaddan çıxıb qaldı. Hə. Yolda salıb bitirmisiniz. Yolda salıb bitirmişəm müəllim onu. Yox, müəllimə, itirmək olmaz. İtirmək olmaz. Müəllim ilk dəfə də həyəcanlıyam hələ ki. Bilirəm, başa düşürəm. İlk dərs hamı üçün həyəcanlı ola bilər. Bir neçə dərsdən sonra burada dil ötəcəksiniz mənimlə. Narahat olmayın. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Bitdi sizlə də. Gəlsin, bir dənə baxım kim qaldı. Aynur müəllimədən sonra Rahibə, mən sizə təşəkkür canım mənim. Rahibə Kərimova, buradadırmı? Rahibə müəllimə. Sonra Esmira Sultanova. Günel Cavadova danışdı bizlə. Axşamınız xeyir müəllimə. Yox, mən danışdırmadım, təzə qoşuldum indi. Onları təqdim edeyim. Nə olur müəllimə? Danışın, sizi çağırdım bayaq, ona görə olmadınız. Təqdimatınızı eləyim. Mən Cavadova Günel, Qarabağın Dilbər güşələrindən olan Qubadlı rayonundan. 2007-2011-ci illər Azərbaycan Müəllimlər İnstitutunun tarix müəllimliyi ixtisasında ali təhsil almışam. 2011-ci ildə Qubadlı rayonu Çərəli tam orta məktəbində fəaliyyətə başlamışam. 15 illik pedaqoji fəaliyyətə malikəm. Fəaliyyətim dövründə Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin ixtisas artırma kursunda bir çox təlimlərdə iştirak etmişəm. Şagirdlərim yüksək balla ali məktəbə qəbul olub. Fəaliyyətim ərzində göstərdiyim uğurlu nəticələrə görə məktəb rəhbərliyi rayon icra hakimiyyəti tərəfindən fəxri fərmana layiq görülmüşəm. 2026-cı ildə Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi sertifikasiya imtahanında iştirak edib 51 bal toplamışam. Müəllimlik fəaliyyətimdə əsas məqsədim şagirdlərə yalnız hazır məlumat vermək deyil, onlardan müstəqil öyrənmə, ünsiyyət bacarıqları formalaşdırmaqdır. Tədris fəaliyyətində təlim metodlardan, diferensial yanaşmadan istifadə edirəm. Məni dinlədiyiniz üçün sizə təşəkkür edirəm. Müəllimə, o sonuncu cümlənizi bəyənmədim. Gəl onu çıxardaq. Tədris fəaliyyəti. Diferensial yanaşmadan əvvəlki cümləni oxu, ona uyğun gətir. Müəllimlik fəaliyyətində əsas məqsədim şagirdlərə hazır məlumat vermək deyil, onların müstəqil öyrənmə, ünsiyyət bacarıqlarını formalaşdırmaqdır. Şimdi orada dayan. Ondan sonra yaz. Bir müəllim olaraq daim peşəkar inkişafım, innovativ fəaliyyətim üçün öz üzərimdə çalışıram. Yox, daim sözünü sonraya gətirək. Bir dənə cümləni qurum. Bir müəllim olaraq peşəkar inkişafım, innovativ fəaliyyətim üçün daim öz üzərimdə çalışıram. Oldu müəllimə. Onu göndərmişsiniz səsini mənə, onu yazaram. O yazmadı. Hə, və bir onun davamında, bunu da deyim, bunu da o cümlənin davamında müəllimə bir dənə də bu cümləni qoyun ki, və bunu şagirdlərimin nəticələrində əks etdirirəm. Yəni, mən peşəkar inkişaf, özümü peşəkar şəkildə inkişaf elətdirirəm
və bunu şagirdlərimin nəticəsində əks etdirirəm. Və bu cümlə ilə tamamlayıb, məni dinlədiyiniz üçün təşəkkür edirəm. Və bunu belə deyim. Belə deyək müəllimə, tez-tez danışmır. Mən biraz tez-tez danışıram. Siz danışırsınız. Ümumiyyətlə belə tez-tez danışan adamam. Yəni deyirəm, elə görsənmir. Yox, elə görsənmədim müəllimə. İndi bəlkə o hissəyə diqqət eləmədim, amma elə hiss eləmədim ki, yəni sürətli danışırsınız. Bir dənə də təqdimatınızı dəqiqəyə vurub baxarsınız müəllimə. Oldu müəllimə, sağ olun. Siz sağ ol əzizim. Mən buradayım. Sultanova Esmira. Sultanova, buyurun Sultanova. Salam müəllimə. Təqdimatınızı dinləyim sizin, mənim əzizim. Mən Sultanova Esmira Xasay qızı 1992-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirmişəm. Elə həmin ildən də pedaqoji fəaliyyətə başlamışam. Hazırda Sumqayıt şəhər Tofiq İsmailov adına 29 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətimi davam etdirirəm. Pedaqoji fəaliyyətim boyunca öz üzərimdə işləməyə önəm vermişəm. Buna görə də bir çox təlimlərdə və seminarlarda iştirak edərək sertifikatlara layiq görülmüşəm. Bundan başqa Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiya üzrə 2-ci qrant müsabiqəsində iştirak edərək bu müsabiqənin qalibi olmuşam və diplomla mükafatlandırılmışam. Uzun illərdir ki, Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edirəm və bu fəaliyyətimə görə də Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanım Abbaszadə tərəfindən dəfələrlə fəxri fərmanlarla təltif olunmuşam. Sertifikasiya imtahanının birinci mərhələsini uğur qazanaraq geridə qoymuşam və bugünkü müsahibədə də ümid edirəm ki, sizin müsbət rəyiniz əsasında uğur qazanacağam və sevdiyim peşəmi davam etdirəcəm. Dinlədiyinizə görə təşəkkür edirəm. Müəllimə, yaxşıdır. Ümumi mən mövzu etibarı ilə həm dəqiqəsi ilə bilirəm, yaxşıdır. Bir dənə orada nəyi düzəldəcəksiniz müəllimə? Fəaliyyətim boyunca sözünü fəaliyyətim ərzində edin. Fəaliyyətim ərzində. Deyəcəksiniz. Boyuncanı götürün, ərzində qoyun. Yaxşı. Bir də sizin müsbət rəyiniz sayəsində. Orada bilmədim, nəsə əlavə söz dediniz. Sizin müsbət rəyiniz sayəsində bu mərhələni də uğurla keçəcəyimə və şərəfli peşəmi davam etdirəcəyimə inanıram. Mənim özünüzdən dediniz, yazmamısınız. Əzbərləmişəm də, əzbər bilirəm. Hə, qəşəng. Bir dənə o dediyim hissələri düzəldin, yerdə qalanları yaxşı qısmıram müəllimə. Təşəkkürlər müəllimə. Dövlət İmtahan Mərkəzinin nəzarətçisiniz müəllimə. Bəli. Nə gözəl. Təşəkkürlər müəllimə. Sonra Esmira Fərzəliyeva. Salam müəllimə. Mənim adımı çəkmişdiniz Rahibə. Rahibənin adını çəkmişəm. Kərimova Rahibə. Gəlin, Rahibə müəllimə, siz gəlin. Sonra Esmira Fərzəliyeva yoxdur burada. Bəli, buradayım müəllimə. Müəllimə eşidirsiniz? Müəllimə, indi eşidirik. Esmira müəllimə. Səbirli olun canım mənim. Rahibə müəllimədən sonra danışacaqsınız. Mən danışacağam, Fərzəliyeva. Hə, Fərzəliyeva danışacaq. Rahibə müəllimə, sonra Fərzəliyeva Esmira. Hə, Rahibə müəllimə, hazırdır təqdimatınız. Bəli, müəllim. Buyurun. Mən Kərimova Rahibə Qiyas qızı. 1995-ci ildə Göyçay şəhər Nizami Gəncəvi adlı 7 saylı tam orta məktəbi bitirmişəm. 1998-2003-cü illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix Müəllimliyi fakültəsini bitirmişəm. 2002-ci ildən İsmailli rayonu Hacətəmli kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlamışam. Hal-hazırda da həmin məktəbdə pedaqoji fəaliyyətimi davam etdirirəm. İşlədiyim illər ərzində Təhsil Nazirliyinin təşkil etdiyi ixtisasartırma təlim kurslarında iştirak etmiş, sertifikatlar əldə etmişəm. O cümlədən fən kurikulumu ilə bağlı, qiymətləndirmə ilə bağlı kurslarda da iştirak edib, sertifikatlar əldə etmişəm. İşlədiyim illər ərzində məktəbdə şagirdlərimizə sevə-sevə öz Azərbaycanımızın zəngin tarixini aşılamışam. Və onları vətənpərvərlik ruhunda, həm də cəmiyyətimiz üçün yararlı vətəndaş kimi yetişdirməsi üçün əlimdən gələni etmişəm. Şagirdlərimiz yüksək ballarla ali məktəblərə qəbul olmuşlar. Həm də öz peşəmi də davam etdirənlər var içərisində. Mən öz
mən bir müəllim olaraq vəzifəmin icrasına məsuliyyətlə yanaşıram. Düşünürəm ki, zəhmətin və əziyyətin, məsuliyyətin olduğu yerdə uğur qaçınılmazdır. Rahibə müəllimə, orada bir dənə cümləyə düzəliş verəcəksən. Yaxşıdır müəllimə, ümumi şəkildə deyirəm. Bir dənə orada deyin ki, deməli, şagirdlərimin uğuru mənim uğurumdur. Bu cümlə ilə başlayın. Fəaliyyətim ərzində bir çox şagirdlərimin deməli, uğurlu nailiyyətlərinə imza atmışam. Ali təhsil müəssisələrinə yüksək nəticələrlə daxil olan və hətta mənim peşəmin davam etdirən şagirdlərim var. Bax, orada onu dedin, amma biraz fərqli cümlə ilə dedin də. Bax, bu cümlə ilə deyin ki, deməli, yüksək nəticələrlə ali təhsil müəssisələrinə daxil olan və hətta mənim peşəmi davam etdirən şagirdlərim var. Şagirdlərimin uğurunu öz uğurum hesab edirəm. Hə, onları da düzəliş edərsiniz müəllimə. Çox sağ olun. Siz sağ olun Rahibə müəllimə. Xoş oldu. Təşəkkürlər müəllimə. Sonra Fərzəliyeva İsmirə gəlsin. Sonra hazırlaşsın Əzizova Vüsalə. Sonra Subular Tarışova. İsmira müəllimə, buyurun. Bəli. Salam, mən Fərzəliyeva İsmira Cəfər qızı, kimya müəllimiyəm. 1990-96-cı ildə Bakı Dövlət Universitetinin kimya fakültəsində təhsil almışam. Həmin ildən öz doğma məktəbimdə, Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbində pedaqoji fəaliyyətimə başlamışam. Hal-hazırda da orada işləyirəm. 30 illik pedaqoji stajım var. Rus və Azərbaycan dilində mükəmməl bilirəm və tədris edirəm. Elm və Təhsil Nazirliyinin keçirdiyi sertifikasiya imtahanına uğurla keçmişəm. Öz imtahan dövlət komissiyası, dövlət imtahan mərkəzində də nəzarətçi kimi dəfələrlə işləyərək fəxri fərmanlarla tərtib edilmişəm. Peşəkar fəaliyyətimin əsas məqsədi şagirdlərə kimya fənnini sevmək, sadə, aydın və praktiki şəkildə öyrətməkdir. Dərslərdə şagirdlərin fəal iştirakına, məntiqi düşünmə və problemlərini həll etmə bacarıqlarını inkişafına xüsusi diqqət yetirirəm. Mən müəllim kimi daima öz üzərimdə işləyirəm, yeni metodları öyrənirəm və peşəkar biliklərimi inkişaf etdirirəm. İnanıram ki, yaxşı müəllim yalnız bilik ötürən deyil, həm də düzgün istiqamət verən şəxsdir. Mən öz sənətimlə və peşəmlə fəxr edirəm və dinlədiyinizə görə təşəkkür edirəm. Esmira müəllimə, yaxşıdır. Bir dənə o başlıqda ad soyadınızı deyən kimi deyirsiniz kimya müəllimiyəm. Onu vurğulamayın, sonra onu deyəcəksiniz müəllimə. Orada birinci ad soyadınızı deyəndən sonra pedaqoji təhsilinizi deyin. Sonra filan məktəbdə hal-hazırda filan, onu məktəbinizin adını vurğuladınız, hal-hazırda hansı məktəbdə fəaliyyət göstərirsiniz? Bəli, dedim ki, həmən ildən öz doğma məktəbimdə Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbində pedaqoji fəaliyyətimə başladım və hal-hazırda da orada işləyirəm. Neçə illik pedaqoji iş təcrübəniz var? 30 illikdə pedaqoji stajım var, onu da dedim. Dediniz. Bəs 50 plus balınız var? Hə? 50 pluslu balınız? Yox. Hə, onu da deməyin. Və onu dedim ki, Elm və Təhsil Nazirliyi keçirdiyi sertifikasiya imtahanına uğurla keçmişəm. Belə bir söz, belə bir cümlə dedim. Düz müəllimə. Məndə biraz çətinlik deyə bilirsiniz, mən Rus sektoru müəllimiyəm əslində. Mən həm Rus sektorunda tədris edirəm, həm Azərbaycan dilində biraz Azərbaycan dilində söz ehtiyatım biraz azdır. Yəni təbii ki, əgər indi mən bunu sizə deyirəm, təbii ki, orada onu bildirməyəcəm. Amma buna görə məndə həyəcan. Məsələn, Rus dilində olsaydı mən bu dəqiqə indi sinə dəftər yazardım. Biraz Azərbaycan dili mənim üçün biraz çətindir. Bir də orada bir dənə cümlənizə düzəliş verirəm müəllimə. Dövlət İmtahan Mərkəzinin əməkdaşı olaraq dəfələrlə fəaliyyətimə İmtahan Mərkəzi əməkdaşı olaraq. Onsuz da qayda atıram, orada baxacaqsınız müəllimə. Baxıb öz hissənizə yazarsınız. Mən deyim, vaxtınız getməsin. Dövlət İmtahan Mərkəzinin əməkdaşı olaraq dəfələrlə fəaliyyətimə görə dəfələrlə fəxri fərmanlara layiq görülmüşəm.
Bəli. O cümləni düzdür, orada dediniz, amma fərqli dediniz. Və onu belə düzəldərsiniz. Yaxşımı müəllim? Yerdə Yaxşı, yaxşı. qalanları yaxşı olsun müəllim. Təşəkkürlər Esmira müəllim. Sağ olun, çox sağ olun. Siz sağ olun. Vüsalə Əzizova burada. Xublar Tarışova. Müəllimə biz çıxa bilərik, yoxsa ki başqa bir şey olacaq Bəli. əlavə? Müəllimə, mən bayaq ancaq bizim danışdım təqdimata. Gülnarə müəllimə. Əzizova danışdınız? Hə. Dedim ki, ilk dəfə qoşulmuşam, sizdən bir neçə sual hə. verdim, məsləhətlər aldım. Hə. Yaxşı Bəli, müəllim, yaxşı. İndi bir də söz soruşun, nə vaxt olacaq bizim dərsimiz birdən? 6-cı gün. Amma müəllimə, hər gün Bəli. dərs var ha. Hər gün sizi atacam qoşulun. Aha, yəni mən təqdimatımı 6-cı gün eləyəcəm sizə. Ancaq 6-cı gün. Siz amma mənə bir dəfə şəxsimi atın. Şəxsimi Yaxşı. atın, baxın. Oldu mənim. Müəllimə, hər gün siz atacaqsınız, biz qoşulacaq, o dərslərə qulaq asacaq, amma 6-cı günə və 3-cü günə 6-cı özünüzü gün nəsə bax belə təqdim məndən edəcəyik. danışasınız. 6-cı gün bax belə sual-cavabla danışacağıq. Qalan günlər Hə. dinləyici kimi. Məsələn, bax sabah 16:00-da da, 20:00-da da 2 dəfə dərsim var. Girin, dinləyin müəllimə. Bu qrupda bu Hə. dərsi dinləyin. O biri qrupda o biri dərsi. Elə bil ki, siz onları dinləyə-dinləyə özünüz öyrənmiş olursunuz da. Onlar biraz qabaq dərslərdədirlər. Siz demək müsahibə dərsində sistemli bir şey yoxdur müəllimə. Burada elədir ki, mən özüm o proqramı sistemli, disiplinli düzmüşəm. Birinci dərsdə bunu Hə. soruşacağam, ikinci dərsdə bunu. Yəni bu bəzən baxırsan ki, məsələn, elə mövzular var ki, zincir var, bunu bilməsən, onu bilməyəsən. Burada elə deyil. Burada ümumidir. Sadəcə qoşulun, sizin üçün atıram bunu ki, bütün dərslərə baxın. Vaxtınıza az qalıb. Nə qədər çox öyrənsəniz, az müddətdə bol informasiya. Çox sağ olun. Gülnar xanım, üzr istəyirəm. Deməli, hər gün saat 16:00, bir də ki 20:00 olacaq da elə dərsləriniz. Amma bizim dərsimiz sırf dinləmək üçüncü gün, hə. İkinci, üçüncü gün 16:00, 20:00 oldu. Üçüncü gün, bir də ikinci gün. 3-6, 2-4. 3-6, bax qeyd edin. Üçüncü gün, Aha. 6-cı gün, ikinci gün, 4-cü gün. 16:00-da da var, 20:00-da da var. Amma birinci, 5-ci gün tək 16:00-dadır. Çox sağ olun. Hə, o cədvəli qeyd edin özünüz üçün. Yazın, bilin ki, hansı saatlarda link atacağam sizə. Zəhmət olmasa qrupa yazardınız onu da müəllimlər. Səs ataram qrupa. Ya yazanlar atsın qrupa, ya kimsə Yaxşı. yazdısa qrupa atsın onu. Xublar Tarışova burada. Vəsilə Əliyeva. Bax, indi sizdən sonra 20:00-da bir dərsim də var. Ona da girərsiniz. Fatma Şahniyarova. Ramilə Əliyeva. Müəllimə, mən dərsəyəm. Müəllimə, hazırsınız təqdimatınıza? Müəllim, mən yazmamışam, ancaq danışa bilərəm. Müəllimə, yazmamısınızsa o çaşırsınız. Növbəti Yaxşı. dərs sizdən soruşun, mənim əzizim. Siz həm də səhv eləmirəmsə yeni qoşulmusunuz. Mən yeni qoşulmuşam, axşam qoşuldum, bilmədim. Hə, müəllimə, materiallara baxın, qəşəng-qəşəng. Bu axşamki dərsə də baxın, qəşəng hazırlayın özünüz üçün. Növbəti dərs soruşun. Ramilə Əliyeva, Aygün Əhmədova. Sağ olun. Yoxdur, Lalə Məmmədyarova. Lalə müəllim də yox. Ramilə Əliyeva. Gəlin Ramilə müəllimə. Hazırsınız təqdimata? Salam müəllim. Siz o Müəllimə, biz sizi ay müəllimə, sizə quzu kəsərəm. Eşitmirik siz. O telefon küləkdəsiniz, hardasınız? Bir rahat yerə keçin, mənim əzizim. Salam müəllimə, mən buradayam. Lalə Məmmədyarova.